Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. İmtihanlara səbr etməyin savabı. Ummu Əla radiyallahu anha deyir ki, mən xəstələnərkən Peyğəmbər sallallahu aleyhi və səlləm yanıma gəldi və dedi: Ey Ummu Əla, sənə müjdə olsun. Qızıl və gümüş od ilə təmizləndiyi kimi Allah da müsəlmanın günahlarını xəstəliklə elə təmizləyir. Əbu Davud. Müsəlman qardaşım, bacım, bu dünyada hər kəs ola bilər. İnsan özü və ya həyat yoldaşı, yaxud övladı və ya yaxın qohumları müsibətlə qarşılaşarlar. Belə məqamda insanın imanının dərəcəsi aşkar olur. Uca Allah imanını sınağa çəkmək üçün səni imtihana çəkə bilər. Görək sən səbr edəcəksən, yoxsa Allahın qəza qədərinə narazılıq bildirəcəksən. Sənə təqdim olunan bu tövsiyədə Peyğəmbər sallallahu aleyhi və səlləm Ummu Əlaya tövsiyə edir və bildirir ki, Rəbbi möminin başına gətirdiyi müsibətlərlə onun günahlarını təmizləyir. Sən Allahın kitabına nəzər salsan, görərsən ki, ayələrdən, müraciətlərdən və ibrətamiz səhnələrdən faydalananlar səbr edənlərdir. Bu mənada uca Allah Azə və Cəllə buyurur: Dənizdə uca dağlar kimi üzən gəmilər də onun qüdrət əlamətlərindəndir. Əgər Allah istəsə küləyi saxlayar, onlar da suyun üzündə durub qalarlar, nə irəli nə də geri gedələ bilərlər. Həqiqətən də burada əziyyətlərə çox səbr edən, nemətlərə çox şükür edən hər bir kəsi üçün ibrət vardır. Əş-Şüara surəsi. Başqa ayəyə baxsan görərsən ki, uca Allah səbirləri səbr etdiklərinə görə tərifləyib demişdir: Yaxşı əməl sahibi əslində dar ayaqda, çətinlikdə, ehtiyac yaxud xəstəlik üz verdikdə və cihad zamanı məşəqqətlərə səbr edənlərdir. İmanlarında, sözlərində və əməllərində doğru olanlardır. Müttəqi olanlar da onlardır. Əl-Bəqərə surəsi 177-ci ayə. Bilmək lazımdır ki, səbirlər Allahın sevdiyi kimsələrdir. Uca Allah Azə və Cəllə buyurur: Allah səbr edənləri sevər. Əl-İmran surəsi 146-cı ayə. Bunu da bilməlisən ki, Uca Allah səbr əhlini ən gözəl əməllərinə görə mükafatlandırır və hətta onların savabını hədsiz verir. Uca Allah buyurur: səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcək. Ən-Nəhl 96. Başqa ayədə isə belə buyurur: Yalnız dünyada Allah yolunda çətinliklərə səbr edənlərə axirətdə saysız hesabsız mükafat verəcək. Əz-Zümar surəsi 10-cu ayə. Qiyamət günü cəhənnəmdən qurtuluşa nail olanlar səbirlilər olacaq. Çünki Allah Subhanahu taala buyurur: Mələklər də hər bir qapıdan, cənnəti qapılarından daxil olub, onlara dünyada Allah yolunda bütün çətinliklərə səbr etdiyinizə görə sizə salam olsun, axirət yurdu cənnət nə gözəldir deyəcəklər. Ər-Ra'd surəsi 23-24-cü ayə. Bəli, müsəlman bacım, qardaşım, bütün mükafat və savab müsibətlərə səbr edənlər üçün vəd olunmuşdur. Niyə görə də olmasın? Mömin hər bir vəziyyəti xeyirdir. Süheybə radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rivayət edir: Möminin işi çox gözəldir, onun hər işi xeyirlidir. Başına yaxşı iş gəlsə şükür edər və bunu onun üçün xeyirli olar. Pis işlə qarşılaşdıqda isə səbirli olar, bu da onun üçün xeyirlidir. Müslim. Ey mömin bacım və qardaşım, bilməlisən ki, Uca Allah səni imanının dərəcəsinə görə imtihan edir. Əgər imanın güclüdürsə, imtihanın da şiddətli olacaqdır. Əgər dinində zəifliyi varsa, imtihan da yüngül olacaqdır. Səd ibn Əbu Vaqqas radiyallahu anh deyir ki, mən Peyğəmbərə dedim: Ey Allahın Rəsulü, hansı qism insanlar daha şiddətli imtihan olunurlar? O dedi: Peyğəmbərlər, sonra dərəcəsi onlara daha yaxın olanlar. İnsan dini qədərində imtihan olunur. Əgər dinində möhkəmdirsə, imtihan da çətinləşər. Əgər dinində zəifdirsə, o qədər də imtihan olunur. İnsan imtihanı çəkilə-çəkilə günahlardan təmizlənir. Əbu Səid Əl-Xudri radiyallahu deyir: Mən Peyğəmbərin yanına daxil oldum. Onun qızdırması var idi. Əlimi ona toxundurdum və ədyalının üzərindən bədəninin hərarətini hiss etdim
və dedi: "Ey Allahın Rəsulu." Dedim: "Ey Allahın Rəsulu, nə çətin imtahan olunursan." Peyğəmbər sallallahu əleyhi və səlləm dedi: "Bizim imtahanımız qat-qat çətin olur, savabımız da o qədər çox olur." Mən dedim: "Ey Allahın Rəsulu, hansı qism insanlar daha şiddətli imtahan olunurlar?" O dedi: "Peyğəmbərlər." Mən dedim: "Ey Allahın Rəsulu, sonra kimlər?" Resulullah sallallahu əleyhi və səlləm dedi: "Sonra əməl salihlər. Onlardan kimsə yoxsulluqla imtahan olunur, geyinməyə bir əbadan başqa paltar olmur. Bir adam bolluq içində olanda sevindiyi kimi onlar da imtahan anında elə sevinirlər." İbn Məcə. Əbu Hüreyrə radiyallahu anh Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rivayət edir: "Mömin kişi və qadın nəfsi, övladı və mal dövləti ilə o qədər imtahan olunur ki, Allahın huzuruna gələndə artıq heç bir günah qalmır." Tirmizi. Soruşa bilərsiniz ki, mömin Allahın sevimli bəndəsi ola nə üçün imtahandan azad olmur? Cavab belədir: Uca Rəbbimiz möminin günahlarından təmizləmək istəyir deyə onu imtahan edir. Etdiyi günahları ilə əldə etdiyi savablarını azaltmasın deyə imtahan olur ki, bu yolla günahları bağışlansın. Peyğəmbər sallallahu aleyhi və səlləm Ümmü Ələn radiyallahu anhə və Abdullah ibn Məsud radiyallahu anhə anlatdığı bu mənadadır. Abdullah ibn Məsud radiyallahu anh deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına daxil oldum. Onun qızdırması var idi. Mən dedim: "Ey Allahın Rəsulü, sən çox şiddətli qızdırma keçirirsən." Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: "Doğrudur, 2 nəfərin qızdırmasını keçirirəm." Mən dedim: "Bununla sənin 2 savabın olur." Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: "Elədir." Daha sonra dedi: "Hər hansı müsəlman xəstələnər və ya başqa imtihana çəkilərsə, ağacın yarpaqları necə tökülürsə, Allah da onun günahlarını elə bağışlar." Buxari Müslim. Əbu Said el-Xudri və Əbu Hüreyrə radiyallahu anh Peyğəmbərdən sallallahu aleyhi və səlləmdən belə eşitdiklərini deyirlər: "Möminin yorğunluğu, xəstəliyi, dərdi, kədəri, hətta qəm çəkilməsi belə Allah onun günahlarını bağışlayır." Buxari Müslim. Xəstəliyə qarşı səbirli olmaq, nəfsi narazılıq və gileydən qorumaq, dili şikayətdən saxlamaq mömin üçün dünya yolçuluğunda azuqəsidir. Baş bədən üçün nə qədər önəmlidirsə, səbir də iman üçün bir o qədər əhəmiyyətlidir. Başsız bədən olmadığı kimi, səbirsiz də iman olmaz. Ona görə də Ömər ibn Xəttab radiyallahu anh deyirdi: "Biz gözəl günümüzü səbir ilə əldə etmişdik." Xəstəliyin və ya imtahanın müqabilində Allahın sənin üçün nə mükafat hazırladığını bilsən, səbir edərsən. Ətə ibn Əbu Rəhban radiyallahu anh deyir ki, İbn Abbas radiyallahu anh mənə dedi: "Sənə cənnət əhlindən bir qadın göstərimmi?" Mən dedim: "Bəli, göstər." Abdullah ibn Məsud radiyallahu anh: "Bax, bu qara dəlli qadın Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəlib dedi: Mənim ürəyim gedir və əyni başım da açılır. Mənim üçün Allaha dua et." Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: "İstəyirsən səbr et və əvəzində cənnəti qazan. Yox, əgər səbr etmək istəmirsənsə, Allaha dua edim sənə şəfa versin." Qadın dedi: "Elə isə səbr edərəm, amma ürəyim gedəndə əyni başım açılır. Allaha dua et ki, açılmasın." Peyğəmbər sallallahu aleyhi və səlləm də onun üçün dua etdi. Bax gör həmin qadının xəstəliyə qarşı səbirli olub cənnətə daxil olmağı necə üstün tutdu. Sən də ey müsəlman bacım, qardaşım, bilməlisən ki, dünya imtahanlarını səbr etməyin bəhrəsi cənnətdir. Gözlərinin kör olmasını səbr etmək də böyük savab vəd olunan imtahanlardandır. Ənəs ibn Malik radiyallahu anh Peyğəmbərdən sallallahu aleyhi ve sellemdən belə eşitdiyini deyir: "Allah demişdir: Bəndəmi 2 sevimli gözü ilə imtihanı çəksəm və o da səbirli olsa, əvəzində ona cənnəti bəxş edərəm." Buxari. Ey müsəlman bacım və qardaşım, ona görə başına gələn müsibətlərə səbirli olmalı, xəstəliyə də car çəkməli, savabını da Allahdan ummalısan, çəkməməli və savabını Allahdan ummalısan. Hüdeyl ibn İyad rahiməllah bir nəfərin başına gələn müsibətdən şikayətləndiyini eşidir və deyir: "Ey filankəs, sənə rəhm edəndən rəhm edə bilməyənə şikayətmi edirsən?" Bəzi salihlər belə deyərdi: "Başına gələn müsibətdən gileylənən insan
sanki Rəbbindən şikayət edir. Xəstəliyə görə həkimə müraciət etmək giləyləmək deyil. Giləyləmək xəstəliyini əlac edə bilməyən adama, məsələn, qonşuya, dosta və başqalarına ünvanlanır. Eyni zamanda da Allahın imtahanına qarşı narazılıq ifadə olunur. Salih sələflər belə deyərdi: 4 şey cənnətin xəzinəsindəndir. Müsibəti, sədəqəni, acılığı, ağrını gizli saxlamaq. Əndənüslü İbn Əbdurrahman Rabi adlı alim belə deyirdi: Şeybani bir nəfər dostunun belə dediyini deyir: Mən başıma gələn bəzi kədərli işlərdən dostuma giləylənərkən Şüreyh səsimi eşitdi və əlimdən tutub dedi: Ey qardaşımın oğlu, Allahdan başqa heç kəsə şikayət etmə. Sənin şikayət etdiyin adam ya dostun ya da düşməni ola bilər. Dostundursa onu kədərləndirəcəksən, heç bir fayda verməyəcəksən. Düşmənindirsə bu fürsətdən yararlanacaq, sonra barmağı ilə bir gözünü göstərib mənim bu gözümə bax dedi. Allaha and olsun, o 5 ildir ki bu gözdə nə bir dost, nə də bir adam görmürəm. Amma bu ana qədər heç kəs bu haqda bildirməmişdi. Məgər əməl salih bəndənin bu sözünü eşitməmisən? Mən dərdimi sərmi yalnız Allaha ərz edirəm. Yusuf surəsi 86-cı ayə. Sən də hər şikayətini və qəm-kədərini Allaha ərz et. Əbu Dərdə radiyallahu anh deyir: Allah bir şeyə qərar veribsə, qərarı ilə razılaşmağı da sevir. İndi la ilahe illallah kəlməsini deməklə imanını yenilə və qarşına çıxan imtahanlara səbr et. Nə badə Allahın qərarı verdiyi bir işə kaş olmayaydı deyəsən. Biz müvəqqəti verən yalnız Allah Azə və Cəllədir. Allah Subhanahu Taala'dan haqq təqvası ilə qorxmağı bilirəm. Öz nəfsimə də sizədir. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.